Xırdalan şəhərinin ən keyfiyyətli MTK-larından birində Kupçalı, qismən əşyalı şəkildə satışa çıxan ideal təmirli mənzil təqdim edirəm sizə, dəyərli dostlar. Mənzilin təqdimatına qonaq otağından başladıq. Təmir və şəraiti əladır. Bu bina Xırdalanın tikiliş və şərait cəhətdən ən keyfiyyətli, ən öndə gedən binalarından biridir. Yaşayış üçün hər bir şərait qurulub. Binaların təmizliyi, blokların təmizliyi, hər şey yüksək səviyyədədir. İşığı, suyu, qazı daimidir. Binada, daha doğrusu kompleksdə kommunallar fasiləsiz olaraq verilir. Sizlərə təqdim etdiyim bu mənzildə hal-hazırda sahibi, yəni mülkiyyətçi özü yaşayır. Ümumi sahəsi 87 kvadrat təşkil edir. Layihə üzrə qanuni 2 otaqlı mənzildir, 3 otağa düzəlib. Mənzildə əşyaların bir qismi qalacaq, yəni qismən əşyalı şəkildə satılır. Qonaq otağının ölçüsü gördüyünüz kimi kifayət qədər genişdir. Təmir şəraiti əladır. Bugünkü gündə təmir cəhətdən heç bir xərc tələb etmir. Yəni indi proyektin digər sahələri ilə birlikdə tanış olacağıq. Gəlin keçək, digər sahələrlə tanış olaq. Uzunsov və geniş bir dəhlizimiz var. Çöldən giriş qapısı yerləşir burada. Qeyd edim ki, 3 otağa perecelka mənzil olsa da bütün otaqlara dəhlizdən keçirsən, yəni otaqdan otağa keçmə problemi yoxdur. Sol tərəfdə yerləşir mənzilin uşaq yataq otağı. Bölgü olunmuş otaq bu otaqdır və otağın ölçüsü kifayət qədər genişdir. Uşaq yataq otağı kimi və yaxud iş otağı kimi istifadə edə bilərsiniz. Kupçası əldədir, alqı-satqıya tam hazır qaydadadır. Burada belə bir termosu və dəhlizdə belə bir qardırobu da yığılıbdır. Burada yerləşir mənzilin valideyn yataq otağı, yəni böyük yataq otağı buradadır. Bu gördüyünüz yataq dəsti mənzildə qalacaq. Qeyd edim ki, sahibi tərəfindən təzəlikcə alınıb, az istifadə olunub. Çoxmərtəbəli binanın 15-ci mərtəbəsindədir. Yəni sonuncu mərtəbə deyil, yuxarıda mənzil, yaşayış var, yəni qanuni mərtəbədir. Binanın sürətli liftləri, hər bir şəraiti mövcuddur. Sanitar qovşaqla hamam otağımız birlikdədir. Döşəməsi istipolla təchiz olunub. Və burada isə yerləşir mənzilin mətbəx hissəsi. Sol divarda tavana qədər mətbəx mebeli quraşdırılıb, istilik sistemi kombidir. Buradan keçirik mənzilin eyvanına. Sağ tərəfdə belə bir kladovka şkafı yığılıb, sol tərəfdə ayrıca pit minutka və kombi sistemi hazır vəziyyətdə, işlək vəziyyətdədir. Mənzillə bağlı hər hansı sualınız olarsa, qeyd olunan nömrə ilə əlaqə saxlayın. Qeyd edim ki, mənzilə real bazar qiyməti təyin olunubdur. Qiyməti videonun açıqlama hissəsində bildirəcəm. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.